Я звоню. Mən zəng edirəm. Ты звонишь. Sən zəng edirsən. Он звонит. O zəng edir və ya da она звонит. Qadın zəng edirsə она звонит. Мы звоним. Biz zəng edirik. Вы звоните. Siz zəng edirsiniz. Они звонят. Onlar zəng edirlər. Dedik ki, bu feildən sonra dativ ifadəçidən istifadə edəcək. Yəni yönlük haldan. İndi yönlük halın şəxs əvəzlikləri ilə tanış olaq. Мне, mənə, тебе, sənə, ему, ona, ей, ona, qadın cinsi, nam, bizə, vam, sizə, im, onlara. İndi isə cümlələrimizi qurmağa başlayaq. Mən sənə zəng edirəm. Я звоню тебе. Mən ona zəng edirəm. Yəni oğlana zəng edirəm. Necə olar? Я звоню ему. Mən ona zəng edirəm. Yəni qıza zəng edirəm. Я звоню ей. Bu şəkildə qururuq. Davam edək. Sən mənə zəng edirsən. Ты звонишь мне. O bizə zəng edir. Он звонит нам.